Xoş gördük yenidən sizləri. Bugünkü dərsimiz bədən üzvləri haqqındadır. Bu dərsin həm tələffüz qaydasını, həm də tərcüməsini videoya baxdıqda oradan mənimsəyə bilərsiniz. Çalışın videoya baxanda diqqətlə dinləyəsiniz ki, tələffüz qaydasını düzgün əldə edə biləsiniz. Hər birinizə uğurlar arzulayıram. Tools, diş. Tools burada tək formadadır. Yəni tərcüməsi diş deyir. Teeth isə tək formadan fərqli olaraq cəm forması götürülür. Yəni dişlər. Neck, boyun. Lip, dodaq. Arm, qol. Elbow, dirsək. Wrist, bilək. Finger, yəni əldə olan barmaqdan söhbət açılır. Yəni tərcüməsi əldə olan barmaq nəzərdə tutulur. Palm, ovuc. Videoya baxdığınız üçün təşəkkürlər. Videonu bəyənib, paylaşmağı və abunə olmağı da unutmayasınız. Bir daha uğurlar arzulayıram sizə.